Salam dəyərli izləyicilər, 27 fevral 2026-cı il tanınmış meyxanaçı Vahid Qədimin Rusiya-Ukrayna müharibəsində itkin düşdüyü deyilir. Amma xəbəri axıra qədər izləyin, çox vacib bir məqam var, ona aydınlıq gətirəcəm dəyərli izləyicilər. İddiaya görə Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan əslən Azərbaycanlı meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb. Bu sözləri hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb, qeyd edib ki, Rusiyada yaşayan dostunun məlumatına görə Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib. Bir müddət öncə mediada məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qədim Rusiyada sevgilisini bıçaqlayıb. Bax, bu məqamı deyəcəkdim. Ümumiyyətlə, zaman-zaman Vahid Qədimlə bağlı belə informasiyalar yayılır və yaxud da yaydırılır sanki bu meyxanaçının, belə deyək də, yaddan çıxmaması üçünmü, PR üçünmü, reklam üçünmü? Məsələ, axırıncı dəfəki bu hadisə ki var idi, sevgilisini bıçaqlamaq. Bax, elə məndə belə bir məlumat var ki, həmin informasiya da sanki onun yaxın ətrafından, belə deyək, yayılmışdı. Çünki biz burada oturub Vahid Qədimin orada kimi bıçaqladığını bilə bilmərik. Hansısa formada telefonlarımıza, media hesablarımıza fotolar, səs yazıları, digər məsələlər göndərilir və bu da onlardan güman ki biridir. Yeri gəlmişkən Moskvada həmkarı Mehman Əhmədli onunla bir araya gələrək yayılan xəbərləri o vaxt təkzib eləmişdi. İndi Mehmandan yeni bir açıqlama gözləyirik, görək vəziyyət nə yerdədir, amma ümid eləyək ki, bu dəfəki xəbər yalan çıxsın, çünki bu müharibədə çox Azərbaycanlımızı itirmişik.